Bu əsas yaşayışdır. Başa düşürsən, evdən çıxanda axşam çörək aparmaq lazımdır. Bir gün biz ya doğulub yaranmamışıq ki, dussaq ola. Cəmiyyətin kiminsə anasının bacısı sepin oğrayar. Sən əziyyət çəksən, mən sənin cibinə girməliyim. Öyle deyil. Elə olmalı deyil. Amma yetəncə cibində pul olsa, kimsə cibinə girməyə nəyə lazımdır ki? Birinci gündə oğruq başalıb gedir, cibgiri başalıb gedir. Yata bilmirsən, adam qorxur. Nəvə gedir, nənənin cibinə girir. Bunun səbəbi yəni bir ancaq krizissə görər. Qoymurlar, artım yox. Bir paltara bax, qardaş, yamatdırıb geyinirik. Müstəqil hazır, yamatdırıb geyinirik. Ya bu nə demək? Bu nədir ki? Bunu biz alamırıq. Gör nə vəziyyət. Avtobusa minəndə əlimizi cibimizə salırıq ki, görən olmasın. Baxırsan, hamı bahalı maşını sağ. Maraqlıdır da, nə, hardan alıb? Halallıq deysə, bu da halallıqdır. Bundan ocu yoxdur. Suyun içində tam sərbəst.